Salam, növbəti dərsimiz Azərbaycan tarixindən Azərbaycan Atabəylər dövləti olacaqdır. Azərbaycan Atabəylər dövləti mövcud olduğu tarix 1136-cı ildən 1225-ci ilə qədər olmuşdur. Azərbaycan Atabəylər dövləti Azərbaycan tarixində ən önəmli dövlətlərdən biridir. Bu dövlət Azərbaycanı öz dövründə vahid halda birləşdirilmişdir. Nəticədə xarici hücumların qarşısı alınmışdır və həmçinin məhz elə Atabəylər dövlətində Azərbaycanda mədəniyyət və iqtisadiyyat inkişaf etmişdir. Səlcuqlu dövlətinin parçalandığı dövrdə Səlcuqlular bir növ Səlcuqlu saraylarında Səlcuqlu hökmdarlarının olan övladlarını tərbiyə etmək üçün Atabəylər, tərbiyəçilər təyin edirdilər. Və o tərbiyəçilərdən də biri də Şəmsəddin Eldəniz. Şəmsəddin Eldəniz ilk əvvəllər İraq Səlcuq sultanı 2. Toğrulun sarayında xidmət etmiş, əmir titulu almışdır. Ardınca 1136-cı ildə İraq Səlcuq sultanı Sultan Məsud ona mərkəzi Bərdə şəhəri olan Arranı iqta olaraq hədiyyə etmişdir. O isə ətrafındakı feodalları özünə tabe edərək mərkəzi Naxçıvan olan Azərbaycan Atabəylər dövlətini yaratmışdır. Atabəy Şəmsəddin Eldənizin hakimiyyəti 1136-cı ildən 1175-ci ilə qədər. Bu dövlətin ilk paytaxtı Naxçıvandır. Və buna görə Naxçıvan 12-ci əsr boyunca inkişaf etmişdir və Azərbaycanın istər mədəni, istərsə iqtisadi olaraq mərkəzinə çevrilmişdir. Naxçıvan ilk paytaxt olmuşdur. Bütün Azərbaycanı birləşdirir, özünə tabe edir, adına pul kəsdirir, hərbi sahədə islahat keçirir, 50 minlik süvari ordu yaradır. 1139-cu ildə Şəmsəddin Eldənizin dövründə Gürcülər Gəncə şəhərinə yürüş edirlər. Gəncədə o zaman zəlzələ olur, onlar bundan istifadə edir. Gəncəyə basqın edirlər və Gəncənin məşhur qala qapılarını oğurlayaraq aparırlar. Ardınca Şəmsəddin Eldəniz 1160-cı ildə Böyük Atabəy titulunu qəbul edir və oğulluğu, yəni tərbiyə etdiyi Aslan Şahı sultan elan edir. Və bununla da 1160-cı ildə rəsmən İraq Səlcuq sultanlığını idarə etməyə başlayır. Düzdür, Sultan Aslan Şah olsa da İraq Səlcuq sultanlığını real olaraq dövləti məhz o idarə edir. Həmçinin 12-ci əsrin 60-cı illərin birinci yarısında o, bütünlüklə İran, həmçinin Şirvanşahlar dövlətinə tabe edir. Belə ki, 1160-cı ildə Şirvanşahlar dövlətində 3-cü Mənçur öləndən sonra onun xanımı İstəyirdi ki, Şirvanı Gürcüstana birləşdirsin, lakin o, Şirvanşahlar dövlətində 1-ci Axistan taxta çıxmasına yardım edir. Onun dövründə dövlətin ərazisi şimalda Dərbənd, cənubda isə İran körfəzinə qədər əhatə edirdi. Onun dövründə Gürcülərin növbəti basqınları oldu Atabəylər dövlətinə. 1160 və 1161-ci illərdə Gürcülər basqın edərək, hücum edərək Dəbil və Ani şəhərlərini tutmuş oldular. Buna cavab olaraq Atabəy Şəmsəddin Eldəniz onları 1163-cü ildə Naxçıvan döyüşündə məğlub edir. Ardınca 1164-cü ildə Gürcüstana çox uğurlu yürüş edir. Beləcə Gürcü çarı 3-cü Georginin xəzinəsini ələ keçirir və həmçinin də Dəbil şəhərini azad edir. Onun dövründə sonuncu fəaliyyəti də məhz Gürcüstanın yürüşünə bağlıdır. 1175-ci ildə o oğlu Məhəmməd Cahan Pəhləvanı Gürcüstana göndərir və uğurlu nəticə ilə geri qayıdır Məhəmməd Cahan Pəhləvan və bununla da 1175-ci ildə Gürcülər Ani və Dəbilə olan belə deyək, ərazi iddialarından vaz keçmiş olurlar tamamilə. Biz bu dərsdə gördük ki, davamlı Atabəylər dövlətinin Gürcülərlə mübarizəsi var və Gürcüstana yürüşləri var, həmçinin də ki, Gürcülərin basqınları var Atabəylər dövlətinə. Azərbaycan tarixində bundan əvvəl kimlər Gürcülərlə mübarizə aparmışdır? Bu Sacilər dövləti, Salarilər dövləti, həmçinin biz bilirik, Şirvanşahlar dövləti ilə mübarizə aparır Gürcülərlə, Qaraqoyunlular dövləti ilə Gürcülərlə mübarizə aparmışdır. Həmçinin Şəddadilər dövlətidir. Növbəti hökmdar Məhəmməd Cahan Pəhləvan. Onun hakimiyyəti 1175-1186-cı illər əhatə edilir. Məhəmməd Cahan Pəhləvan 3-cü Toğrulun Atabəyi idi. Daha sonra Məhəmməd Cahan Pəhləvan öz tərəfdarlarına iqta payladı. İndi isə nəzər salaq, Azərbaycan tarixində iqta olaraq kimlər torpaq paylayıb? Biz bilirik ki, Azərbaycan tarixində iqta olaraq paylayıb bunlar Atabəylər dövlətindən olan Məhəmməd Cahan Pəhləvan, həmçinin iqta olaraq Səlcuqlulardan torpaq olaraq paylayıb Məlikşah, Hülakilər dövlətindən iqta olaraq torpaq paylayıb bu Qazanxan olmuşdur.
O da atası kimi hərbi islahat keçirir, nizami ordu yaradır. Məhəmməd Cahan Pəhləvanla Atabey Şəmsəddin Eldənizin oxşarlığı, nizami ordu yaratmaları, həmçinin Gürcülərlə mübarizə və Gürcüstana yürüş. Paytaxtı 1175-ci ildə dəyişdirir. Həmədan şəhərinə, dövlətin ikinci paytaxtı Həmədan şəhəri olur. Həmçinin Təbriz şəhərini Axsumqürlərin əlindən tutub alır, hakimiyyətini gücləndirir. Belə ki, o hakimiyyətini gücləndirmək üçün tədbirlər görür. Mərkəzi Təbriz olan Azərbaycanın həmçinin Arranı idarə etməsini Qızıl Arslana tapşırır. Həmçinin bir müddət Səlcuqlu əmirləri ilə mübarizə aparır və onları məğlub edir. Eyni ilə Gürcülərlə mübarizə aparır, yenə həmçinin atasının dövründə olduğu kimi Gürcüstana uğurlu yürüşlər edir. Daha sonra hakimiyyətə gəlir Qızıl Arslan. Qızıl Arslan hakimiyyəti 1186-cı ildən 1191-ci ilə qədər olmuşdur. Qızıl Arslan hakimiyyəti ilk dönəmlərində və ümumiyyətlə Qızıl Arslanın ölümünə qədər, ona qarşı sui-qəsdə qədər ancaq onun dövründə çəkişmələr olur. Belə ki, 1190-cı ildə Həmədan döyüşü olur. 1190-cı ildə. Bu döyüşdə Qızıl Arslan İraq Səlcuq Sultanı 3-cü Toğrulu məğlub edir və onun torpaqlarını iqta şəklində öz adamlarına hədiyyə edir, paylayır. Bu da Atabeylər dövlətində iqta paylayan şəxslər. Bu, Məhəmməd Cahan Pəhləvan həmçində Qızıl Arslan olmuşdur. Biz bu arada diqqətini çəkən olmayan Həmədan döyüşü. Azərbaycan tarixində bir neçə Həmədan döyüşlər olub. 642-ci ildə Həmədan döyüşündə Səlcuq Sasanilər dövləti ilə xilafət arasında olmuşdur. Ardınca Həmədan döyüşü olmuşdur. 830-cu ildə Xürrəmlərlə Ərəblər arasında, həmçinin 833-cü ildə yenə Xürrəmlərlə Ərəblər arasında, növbəti Həmədan döyüşü isə olmuşdur 1190-cı ildə, həmçinin növbəti dəqiqələrdə dediyimiz Həmədan döyüşü isə olacaq 1197-ci ildə. Həmədan döyüşündə o İraq Səlcuq Sultanı 3-cü Toğrulu məğlub edir və onun torpaqlarını öz adamlarına iqta şəkildə paylamış olur. 1191-ci ildə xəlifənin razılığı ilə özünü sultan elan edir. Sultan elan edənlər özlərini kimlərdir? Bu, ilk sultan Müsəlman İslam aləmində Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi, həmçinin Səlcuqlarda Toğrul özünü sultan elan edib, Osmanlılarda 1-ci Murad özünü sultan elan edib. Biz bilirik ki, Teymurilər dövlətində Əmir Teymur özünü Turanın sultanı elan etmişdir. Həmçinin Uzun Həsən özünü 2-ci Mehmedlə qiyaslamaq üçün özünü sultan elan etmişdir. Atabəylərdən isə Qızıl Arslan sultan özünü elan etmişdir. Şamaxını tutur. Belə ki, onun dövründə Şirvanşahlar dövlətinin hökmdarı olan Axistan Atabəylərinin tərkibindən çıxmaq istəyir. O isə Şamaxı yürüş edir, uğurlu yürüş və yenidən Şirvanşahları öz dövlətinə tabe etmiş olur. Onun dövründə dövlətin ərazisi Dərbətdən İsfahana qədər çatmış olur və 1191-ci ildə sui-qəsd nəticəsində öldürülür. Növbəti hökmdar olur Əbbəkir 1191-1210. Hökmdar Əbbəkirin dövründə dövlət rəsmən tənəzzülə başlayır. Çünki iç müharibələr başlayır ilk dəfə olaraq. Tənəzzül dövrü başlayır artıq. Onun dövründə 1194-cü ildə Xərəmşahlar dövlətindən olan Təkəş, Xərəmşah Təkəş 1194-də Atabəylərin üzərinə yürüş edir, Xorasanı, Reyi, Həmədanı tutmuş olur. Ağlımıza nə gəlir? Biz bilirik ki, Xərəmşahlar dövlətini mübarizə aparıb kimlər? Xərəmşahlar dövləti ilə mübarizə aparıb Monqollar, Çingizxanın zamanında, həmçinin Xərəmşahlar dövləti ilə mübarizə aparıb Qərbi Qaraxanlılar. 1194-cü ildə Xərəmşah Təkəş Xorasan, Reyi, Həmədanı Əbbəkirin əlindən alır. Əbbəkir isə 1197-ci ildə Həmədan döyüşündə, növbəti Həmədan döyüşü, Xərəmşahları məğlub edir və həmin əraziləri azad edir. Həmədanı isə Həmədanın idarə etməsini oğlu Özbəyə tapşırır. Həmçinin yenə də hökmdar Əbbəkirin dövründə Gürcülərin hücumu baş verir ölkəyə və 1210-cu ildə ölür Əbbəkir. Taxta çıxır sonuncusu Özbək. Özbəyin dövründə rəsmən dövlət hissə isə parçalanır. Hökmdarın belə deyək, nüfuzu tam olaraq sarsılmış olur. Özbəyin dövründə isə Gürcülərin yürüşü, ardınca 1220-1222-ci illərdə Monqolların birinci yürüşü və nəhayət 1225-ci ildə hökmdar Özbəyin dövründə Xərəmşah Cəlaləddin yürüş edərək Atabəylər dövlətinin varlığına rəsmən son qoymuş.